Hər bir insan istədiyi nəticələrə çata bilər. Hər bir insan öz həyatını müsbətə doğru dəyişmə gücünə malikdir. İstənilən yaşdan asılı olmayaraq, istənilən ailədə doğulmağına baxmayaraq, istənilən şəraitdə olmağına baxmayaraq, hər bir insanda belə bir güc və belə bir potensial var. Hər bir insan hökmdardır. Mənim bu adda bir kitabım var. Kitabı da göstərim. Həqiqətən də bütün insanlarda bu potensial var ki, hökmdar olsunlar. Mənim müşahidələrim, mütaliələrim və öz şəxsi həyatımda gəldiyim təcrübələr əsasında yazılmış bir əsərdir. Əsərin mesajı bundan ibarətdir ki, birinci, hər bir insanda öz həyatının hökmdar olmaq potensialı və gücü var. Mən bunu öz həyatımdan görmüşəm, bir çox uğur qazanmış və şəxsən tanıdığım insanların həyatında görmüşəm. Oxuduğum yüzlərlə böyük dahi insanların doğrudan da heç nədən və ən acınacaqlı vəziyyətdə öz həyatlarını dəyişməklərinin şahidi olmuşam. Səyahətlərim zamanı müxtəlif ölkələrdə tədbirlərdə oluram. Orada qarşılaşdığım, yəni çoxlu sayda uğurlu insanlar var ki, baxıb görmüşəm ki, onların hamısı bu düşüncədə olublar ki, bizim hər birimizdə bu potensial var. Sən o potensiala inanmasan, sən o gücə inanmasan, həyatını dəyişə bilməyəcəksən. O önəmli olan odur. İstər pis vərdişləri dəyişmək mövzusunda olsun, istər pis ünsiyyəti dəyişmək mövzusu olsun, istər öz sahəndə, karyeranda uğur qazanmaq olsun. Əgər sən öz gücünə inanmırsansa, sən heç bir şey eləyə bilməyəcəksən.